Üçüncü elin tənbətən aşıqları elinin yanlı günündə yetən aşıqları elinə çünki ola arxa o bir insandır, belədir yolda həyatdan bitən aşıqları bu yolun yolcusu ol, yolda devam ölçüsü ol, düzdə yox, fırtınalardan ötən aşıqları Vaxtada güllər açır, min yaşasın bağbanın, çöldə bağbansız o gün tək, bitən aşıqları qaş gözə, al yanağa, aşıq olanlar çoxdur, elə bir sözlə desək biz, vətən aşıqları. Hamımızın sağlığında. Bu yalan söz yaman ağlatdı məni. Bu yalan söz yaman ağlatdı məni. Ağlamazdım, zaman ağlatdı məni. Zinn edərdim ağır olsa yaralar. Zinn edərdim ağır olsa yaralar. Yaralar ağrısını yar yaralar. Nə biləydim ürəci yar yaralar. Mən dedim bağlasayadılar qolumu. Dayağım var quruya sağ solumu. Qopdu bir çənci itirdim yolumu. Dağa baxdım duman ağlatdı məni. Dağa baxdım duman ağlatdı məni. Ağlamazdım zaman ağlatdı məni. Zaman ağlatdı məni. Şəfək səfinin hər bir yana bir mücahid təzim edir, gözü yaşlı Səttarxana. Sərdar, burada bir qız yaralıdır, sayıqlayır, bütün gecə qan getirir, çöpə dönüb arıqlayır. Bu yerlərdə tanımır heç kəs onu, bu gizlədir bizim qızdan yarasını. Yumruğun basıb yarasına, düşüb iki səngər arasına. Sərdar açır, əvvəl onun döşündəki boş qatarı, pencək qanlı, pencək yapda zərbatları, qız paltarı. Papağat da var hörükləri, ağamından mıncıqlanıb ölüm təri. Qızım kimsən, kimlərdənsən, bu nə hal, bu nə qərar? Mücahidəm böyük sərdar, adım telli zəli, nişanlıyam, bu yerliyəm. Çoxdan bəri hamıya mən qız adımı yalan dedim. Gənc ömrünün baharında, mücahid paltarında, səngərlərin məzarında hamıya özümə oğlan dedim. Batdım arzu denizində, tüfək gördüm cehizində, güllə oldum gizində, öz canımı qurban dedim. Bacım qaldı maralanda, yaralandı xiyabanda, dedi mənə vırış qız olsam da, vırışaram hər an dedim. Qurban getdi son qardaşım, qan ağladı dağın daşım, qurumadı gözüm yaşı, bu dünyaya usyan dedim. Nə məzdunam, nə reyliyəm, öz bəxtimdən gileyliyəm. Gəldim eşqə meyleylədim, naçam eşqə talan dedim. Əl uzadır o sərdara, yumruğunda çəngələnmiş ürək yara, ürəyində naçam qalmış istək yara. Deyir, səngərlərin bəbəyində, Eynalının ətəyində, öz böyük ürəyində bastırarsan məni sərdar. Ölsəm üzüm belə döndər, şikəst olsam kəndə göndər. Qoyma hər gəndən geçən vaxt mənə gülə sərdar. Qız geçinir, gözlərində 2 gilə mirvar yaş, üzü solur yavaş-yavaş. 2 gilə yaşın içində qərq olmuş bütün dünya məhəbbəti. Yarımçılıq açıb gözlərində var bir yol həssət. Səttar da deyir, qurban gözün qarasına, qızım kök son yarasına, kirpiklərin arasına, ağ ulduzlar dolar qızım. Gəldim ölüm xəbərinə, heyran oldum sözlərinə. Yum gözünü gözlərinə, top tüstüsü dolar qızım. Ağlamaram gözümdə olsa, yeryüzünü ölüm alsa. Səttar əgər səttar olsa, qisasını alar qızım. Qoy var olsun etiqadın, qız qardaşsan, kişi qadın, özün ölsən də ölməz adam. Bu dünyada qalar qızım. Qurub düşür, şəfək səfrir hər bir yana, mücahidlər təzim edir, gözü yaşlı Səttarxana. Sərdar da öz əlləri ilə yumur qızın yaşlı gözlərini, ürəyində deyir qızın ürək sözlərini.
ölsəm üzüm belə getmişəm. Sağ ol. Bu işlerimizde geldi, karıştı. Bu arzu aksiyasında. Bu müddette ne tek yakın tanıdık olun kardeşlerimiz, böyle uzak yoldaşlarımız da her kim mesela bu meselelerini göre bizdiğimiz, gördüğümüz işten genelde yok. Belki yürekleri isteyip narahat olurlar, derdimize şahit olurlar. Hamısından teşekkür ederim, hamısının ellerinden ve ayaklarından öpüyorum ki bizim derdimize şahit olurlar. Bundan da yakın yoldaşlarımız bu geçen müddetlerde yakından, böyle uzaktan olmuş olsa her türlü yardımların, atifi, herhangi mali yardımların bizim özümüzden, ailemizden esirgemeyipler. Onlardan da teşekkürümü bildirirəm. Hamısının ellerinden öpürəm. Üçüncüsü, bu neçə müddətlərdə cavanlarımız, nə tək cavanlar, bütün faallarımız azdan çoxdan fəaliyyətlər içərisində zəhmətlər çəkiblər. Bizim azdan çoxdan gördüyümüz işdən himayətlərin bildiriblər. Bütün sahələrdə alçaqlarımız, cavanlarımız, öğrencilərimiz, hanımları, kişilər, eşikdəkilər, içəridəkilər hamısı azdan çoxdan zəhmətlər çəkiblər. Bunlardan da hamısından təşəkkürümü bildirirəm. Qaldı ki, öz ürək sözümcü vardı azdan çoxdan. Siz ağalıq eləmişsiniz, zəhmət çəkmişsiniz, ürəmi vurmuşsunuz. Nə tək indi keçən sevdəkilər bizi şərmənd eləmişsiniz, özümüzü ailəmizi. Mən doğrudan da olsun, sizdən təşəkkür edirəm. Əlaqsız ilə hamımızdan təşmətəklər. Əlaqsız keçən qardaşımız bizim azıqlarımız, bu işlərin qabağa düşənləri, dərdlərin çoxunu çəkənləri təşəkkür edirəm özündən və ailəsinə və bütün yaxın yoldaşlarına və yoldaşlarına. Mən öz içərimdəki nə deyil, çox sevərəm ki, beləsi bir zatlar, beləsi bir mərhələləri, dövrləri görəm ki, bütün yoldaşlarımız tək-bətək, məhəllə-məhəllə, şəhər-bəşər, eşik-içərli, hamımız əl-ələ vermişik. Öz içərimizdə bir-birimizdən hər nə müşkülümüz olmuşdur orada, əl-ələ vermişik, birləşmişik, acımızı, narahatçılığımızı bir-birimizə tutmuşuq. Təkcə bir fəqət vətən, hamımız onu düşünmüşük. Ona görə bu birliyə tərəf, bir-birimizə arxalanmaqla, bir-birimizə dayaq durmaqla hər sahələrdən işlərimizi əl-ələ verib, hərəmiz özümüz çalışmalıyıq ki, yoldaşımızdan, məhəlləşoqlarımızdan, şəhərlərimizdən işlərin çoxunu hamımız çalışmalıyıq ki, özümüz çəkək boynumuza, biz görürük. Və bunu da inanıram ki, hər bir şərik, yoldaş, hər nə mənə çalışlar ki, işin çoxun hər hangi tərəf istəyir ki, görsün, o həttən o işləri, bu ikisi də neçəsi müvaffəq olacaq inşallah. Nə mənə də istəsə, bunları əldə edəcək. Ben bundan artık daha hazır böyle yoxdur. Yine de hamımızdan təşəkkür ederim. Sağ ol. Sağ ol. Xatirə desin. Ondan qabaq mən özüm bir zaman balaca bir xatirə deyim. Mən yeri gəlmişkən ailəsindən, özəlliklə Əyyub bəylə olduqca təşəkkürümü bildirirəm, sağ ol deyirəm. Heç bir nöqtədə axsamadılar, ağrımadılar və işi yerinə apardılar və bəyin özünün də düzgün siyasəti ilə iş peşə yerinə oturub və Vahid dedi, hələ bundan sonra da ləzzətini xanəmizi belə bir şeydir. İşlər çoxdur. Bizim ailə gəlmişmiş görüşədə huzurlu görüş günü orada eşitlər ki, qapıda Yuvaldı bəyliklə biraz
çətinliyə düşürlər. Qardaş deyir ki, oğlum, deyir, bir dana xanım var idi, 4 dana uşağıyla ki, baba mənim uşaqlarımla qalmışam, bu cür olub çətinliyə düşmüşəm, deyirdi tez-tez. Deyir, ben soruştum ki, xanım, sizin də ərif siyasi deyil. O, Allah eləməsin, qaçaqsıdır. Qaçaqsıdır, Allah İçərdən orada xatirələ hər gün keçirdi. Zindanla deyilən qabaqçı dövrlər hər biri, amma indi çox gözəl, çox qəşəng işimiz, istəklərimiz, zəhmətlərimiz, canlarımızın içərisində gözəl yerdə durub, beləsi ki, hər gün bu məsələləri eşidir. Hamı doğrudan doğrusu ilə o gedən yolcusu vardır, o alın, yazılarımız hər gün olur olsun, ona doğrudan doğrusu çox baxışları gözəl, dəyərli və hörmətlə yanaşır. Bizlər nə tək bir ikimiz elə hamımız orada olduğumuz zaman, zindanda olduğumuz zaman yoldaşlar, çoxlarına da olduğu vaxt olduqdan demişəm. Bizlər zindanda, beşikdə, toplumda, məclislərdə hər yanda qalmış olsa, bizlər gərək o fikrimizi yaymadan, bizlər özümüzün rəftarımızı, dolanışığımızı, hər bir zadımızı düzlüyüb və əsərli və elmili yerinə yetirə bilsək, nə cür rəftar eləməliyik? Bu çox gözəl olacaq ki, bizim fikrimizdən əvvəl yaxşı təsirlənəcəklər, əvvəl bizim öz rəftarlarımız, dolanışlarımız, sonra fikrimiz bundan yaxşı təsirlənəcəklər. Yoxsa bizim rəftarlarımız, dolanışlarımız yaxşı olmasa, hətta ki, ya Azərbaycançılıdır, ya millətçilik, ya siyasidir. Belə bir şeylərin nəşi yox. Azərbaycan deyilən bu, ya müstəfadan deyilən nəşər olmuş olsa, çoxları çəkinəcək, qaçacaq, uzaqlaşacaq, mühudət tabi qardır. Ya adi millətçiliklə, ya hakimiyyətlə. Bir dənə də ki, bu balaca bir ayrı bir hatər var, irəlindən o çıxmaq. Onlar həqiqətli tərəfləri maraqlıdır, amma ananın ürəyi ilhamı narahat olur, tək bədər. Adamın öz canlı yerləri, yoldaşlar, hamı narahat. Amma kulağın narahatçılığı hamısı bir tərəfə. Anam düşüncüsündə deyib ala, gitmişdim körpüyə, gördüm cəmaat yürüşüb, toplaşıb, hamı tamaşa edir. Getdim yaxına, gördüm ki, səhnəsi buyurlar, böyük bir parçada əmələ, hamon alar. Deyib, doldum, özü saxlayamadım anladım. Deyib, böylədən hiss elədilər ki, mən kiməm, böylələnlər, deyib, özü saxlayamadım, aradan dolduracaq. Bunlar onu elə ki, dediyim, elə ki, deyirlər, özü saxlayamadım. O ləhsəsi ki, ana bu ləhsədən, o narahatçılığı, hər ləhsə gəlir o bizim yoxdur. Ayrı narahatçılıqlarımız, o ayrı, hər bir. Amma bu ayrı bir mənə təsir edəcək. Öz analıqlarının sağlığına, bütün analar sağlığına, gözündən analar sağlığına dəyərlər. Qayaniyə o danışıb, çox təsir qoydu. Çox gözəl idi və onu da oradan demağa və onu alıb yaymağa çox böyük qayğı istəyir, çətinliyə hazırlaşmaq istəyir. Hər zadı bunları indi deyər, yeni yetmədən tutdu ta 77-yə zat hamımız örgəşməliyik. Çox sağ olsun, biz güvənirik o ailəyə, tamam o ailələr ki, zəhmət çəkir bu yolda, yaxşı düşünür
eləcə də yaxşı düşündürür. Hər kəsin özünün adamları var. Elə bir tür olmayıb ki, əvvəldən düşündürək, biraz çətin olur. Ailələrimiz, xanımlar, buradakılar hamısı gözəl düşünürlər. Amma işi, məsələni başa düşməyənlər də var. Bunları başa salmaq, törənlərimizdə elə ailələr çağırmaq ki, hələ məsələni başa düşmürlər. Ya Azərbaycan həqlərin elə bətər bilmirlər, onlar gəlib, elə o musiqidən, o gedişatdan, şeiridən, toplantıdan necə təmiz, necə pak gəlirlər, gedirlər. Hər kəs özü öz payını oradan götürə bilər. Arzu olur ki, xanımlarımız hətta yeridir ki, xanımların özlərinin bir toplantısı olsun. Azərbaycan səsənləri, yaşayan şöhrəti, adım mənim öz adımdır, sənsiz mənim məmləketim. Adım mənim öz adımdır, sənsiz mənim İnşallah.